Dedi, dünyanın sonu ədalətlə bitəcək. Dünyanın sonunda ədalətli bir hakimiyyət qurulacaq. Və bu ədalətli hakimiyyətin hakimi, başçısı, ali başkomandanı ağamız, mövlamız İmam Zaman əleyhissalam olacaq. Və İmam Zaman əleyhissalam bu işində tək deyil. Ona kömək eləyən peyğəmbərləri var. Allahın salamı olsun onlara. Ona kömək eləyən mələklər var. Ona kömək eləyən hətta cinlərdən var, danışacağım. Və İmam Zaman ağaya kömək eləyən insanlar var. İndi bugündən inşallah həmin kömək eləyən peyğəmbərlərdən birini və ən böyüyünü, ulul əzm peyğəmbər olan 124 min peyğəmbərin arasında 5 peyğəmbərdən ən üstünü bilirsiniz, ulul əzm peyğəmbərlərdir və İmam Zaman ağanın vəziri olan, onun köməkçisi olan və dünyada haqqın, ədalətin bərpa olunmağında imama yardım eləyən Həzrəti İsa ibn Məryəm əleyhissalamdan danışacağıq. Məsələ çox əhəmiyyətlidir. Niyə? Bir budur ki, soruşurlar İmam Zaman ağanın vəziri, ətrafı kim olacaq? 313 nəfər ki, eşitmişsiniz, xüsusi silahdaşlarıdır, xüsusi nümayəndələr. Onlar haqqında danışacağım. Amma İmam Zaman ağanın ən üstün vəziri, onun sağ əli deyək, ona kömək eləyən Həzrəti İsa əleyhissalam olacaq. Və bu iş nə qədər əhəmiyyətlidir? Çünki İmam Zaman əleyhissalam gəlib ancaq müsəlmanları hidayət eləmək istəmir. Müsəlmanların halını düzəltmək istəmir. İmam Zaman ağa peyğəmbərin bizə verdiyi vədə əsasən yer kürəsini, bütün yer üzərinin hamısını ədalətlə dolduracaq. Yer üzərində müsəlmanlardan başqa digər dinlərin ardıcılları var. Xristiyanlar, Yəhudilər və digərləri. Həzrəti İsa peyğəmbərin rolu həmin o xristiyanların hidayət olunmasında İmam Zaman ağaya əleyhissalam iman gətirməkdə və sözə qulaq asmayanlar, dəccal başda olmaqla vuruşmaqda İmam Zaman ağanın sərkərdəsi İsa peyğəmbər olacaq. Allahın salamı olsun ona və anası xanım Məryəmə. İsa peyğəmbərin xüsusi əhəmiyyəti var. 124 min peyğəmbərin arasında 5 ulul əzm peyğəmbər var. Din, şəriət kitab sahibidir. İncil kitabı ona nazil olub. Və İsa peyğəmbər hal-hazırda bizim əqidəmizə əsasən sağ olan peyğəmbərlərdəndir və özü də onun sağ olmağı hədislərdən də daha mühüm Qur'an-ı Kərimin ayəsidir. Bilirsiniz, İsa peyğəmbəri satqın insanlar satdılar və İsa peyğəmbəri həbs eləyib çarmıxa çəkmək istəyirdilər ki, xristiyanlıqda onların əqidəsinə əsasən çarmıxa çəkdilər. Amma bizim əqidəmizə əsasən Qur'an-ı Kərimin Nisa surəsinin 157-ci ayəsinə əsasən İsa peyğəmbəri onlar çarmıxa çəkə bilmədilər. Onu satan, satqın özü onun simasında görsəndi və onun özünü tutub çarmıxa çəkdilər. Hər halda dinlər arasında İsa peyğəmbərin özünün sağ olmağında ixtilaf yoxdur. Biz deyirik, çarmıxa çəkilmədi, Allah onu öz dərgahına apardı. Amma xristiyanlar deyirlər, çarmıxa çəkildi, neçə gündən sonra Allah onu diriltdi və neynədi? Öz dərgahına qaldırdı. İsa peyğəmbər sağdır, hamı qəbul edir. Sonrası nədir? İsa peyğəmbərin özü gəlişi ilə elə bir addım atacaq ki, digərləri də onu qəbul edəcək. Qur'an-ı Kərimdə Allah Taala Ali-İmran surəsinin 46-cı ayəsində açıb zəhmət olmasa aya baxarsınız. Allah Taala İsa peyğəmbər haqqında buyurur ki: "Və yukallimun nasa fil mahdi və kahla." İsa peyğəmbər cəmaatla danışacaq. Beşikdə olanda uşaqkən. Xanım Məryəmə dedilər ki, salamullah, bu uşaq nədir? Ərə getməmsən, pak təmiz qızsan, atan təmiz kişi, anan təmiz qadın. Bu uşağı hardan gətirdin? Üzr istəyirəm ağsaqqallardan. İşarə elədi beşikdə olan uşaq. Biz beşikdə olan uşaq nə danışsın? Sən özün danış. Ana sustu, uşaq Quran deyir danışmağa başladı. Anam pakdır, təmizdir. Şəhadət verdi, möcüzəni. İlk möcüzəni orada göstərdi. Sonra Quran deyir ki, o cəmaatla bir də danışacaq qocalanda. Ayə belədir. Cəmaatla danışır, uşaq ikən beşikdə bir daha sən qocalanda. Nə zamandır? İsa peyğəmbər axirət zamanda gələcək, cəmaatla danışacaq. Və imamın gəlişində o hadisənin özü necə baş verəcək? Yəni, bu hadisə möcüzədir. Bəli, alimlərimiz, Əhl-i Beyt imamlarımızın, Allahın salamı olsun onlara və Quran ayələrinə əsasən buyururlar ki, İsa peyğəmbərin Allahın dərgahına qalxıb diri sağ ikən getməsi necə möcüzədir? Onun gəlişi də belə olacaq. Necə olacaq? İsa peyğəmbər, cəmaat bunu bir formada görəcək. Möcüzədir bu. Nədir o möcüzə? Bir varlıq enir aşağıya. Bəli, bəli.
Allahın möcüzəsidir. Necə Allah onu aparmamışdı? Gedməyi möcüzə idi, gəlişi də möcüzə olacaq. Və bununla bağlı Qur'an-ı Kərimdə ayə İmam Baqir əleyhissalamdan nəql olunur. İmam Qur'an-ı Kərimdə olan ayə ki var, onun haqqında buyurur. Ən'am surəsi 37-ci ayə. İnnəllaha qadirun əla ən yunəzzilə ayətən. Allah Taala'nın gücü çatır, qadirdir ki, göydən bir ayə nazilləsin. İmam Muhammed Baqir əleyhissalam buyurur ki, axirət zamanda o nişanələr ki olacaq, onların arasında dabbətül ərz, o da başqa bir yerdən qalxan bir canlı, Dəccal, İsa Peyğəmbərin nazil olması və günəşlə bağlı bir möcüzə baş verəcək. Deməli, onun necə gedişi möcüzə idi, gəlişi də imamın ayə də səkir Quran-ı Kərimdən möcüzə ilə olacaq. Bəs onun rolu haqqında dediyim kimi deyirlər ki, xristiyanlar çoxu onun sayəsində iman gətirəcəklər. Quran-ı Kərimdə Allah Taala Nisa surəsinin 159-cu ayəsində buyurur ki: "Və inne min əhlil kitab illa la yu'minun bihi qabla mautihi və yevmel qiyamah yakuna aleyhim şəhida." Elə bir əhli kitab yoxdur ki, ölməmişdən qabaq İsa peyğəmbərə iman gətirməsin. Ayəyə baxın, elə bir əhli kitab, xristiyan, yəhudi tapmazsan ki, ölməmişdən qabaq İsa peyğəmbərə əleyhissalam iman gətirməsin. Ayənin təfsirində imamlarımız buyururlar ki, yəni gələcək İsa peyğəmbər insanlarla danışacaq, insanlar ona iman gətirəcək, xristiyanlar ona iman gətirəcək, qəbullədiniz məni? Ya Allah, hamımız gedirik. Hara? İmam Zaman ağanın arxasında, hətta Beytül Müqəddəsdə birinci qibləmiz ikindi işğaldadır. Hətta bəzi yerlərdə var ki, Kəbədə namaz qılacaq. Onda ki, xristiyanlar gördülər, bizim tanıdığımız İsa, qəbul etdiyimiz İsa Peyğəmbər əleyhissalam, o İmam Zaman ağa iqtida elədi, cəmaət də ona iqtida eləyib İmam Zaman ağa iman gətirəcəklər. Bu, Quran-ı Kərimdə olan ayələrlə diqqətinizə çatdırdım. İndi onların arasından bir neçə hədisi də qardaşların diqqətinə çatdırıram və söhbətimi yekunlaşdırıram. Peyğəmbər Allahın salamı olsun ona və əhl-i beytinə bir gün şad, sevincli halda və gülər üz əshabının yanına gəldi. Cəmaət soruşdular, Allah sənin şadlığını artırsın Peyğəmbərə. Peyğəmbər buyurdu, elə bir gün, elə bir gecə yoxdur ki, Allah tərəfindən mənə bir hədiyyə gəlməsin. Allah mənə hədiyyə tuhfa göndərir. Bu günləri Allah Taala mənə elə bir hədiyyə vermişdi ki, indiyə qədər onu kimi hədiyyəni mənə verməmişdir. Cəbrail yanıma nazil oldu. Allahın salamını çatdırdı və dedi, ey Muhammed, Allahümmə səlli əla Muhammed ali Muhammed. Allahın salamı olsun sənə və bu cümləni dedi. Allah Taala Bəni Haşimin arasından 7 nəfəri seçmişdir ki, keçmişdəkilər, gələcəkdəkilərin oxşarı, nəziri ona yoxdur. Nədir o? Peyğəmbərlərin ağası 124 min peyğəmbərin ən üstünü sənsən. Bəni Haşimdən. Peyğəmbərlərin canişini olub. Canişinlərin arasında ən üstün canişin sənin canişin Həzrət Əleyhisselamdır. Həsən və Hüseyn cənnət cavanlarının ağası sənin övladlarındandır. Əmin Həmzə İmam Hüseyndən qabaq Seyyid-i Şühadadır, şəhidlər sərvəridir. Əmin oğlu Cəfər ki, behişdə mələklərlə Allah 2 qolun ki döyüşdə verdi, Muta döyüşündə 2 qolun kəsdilər Əbəlfəz ağa kimi. Allah ona 2 qanad verdi və behişdə mələklərlə bir yerdə hara istəyir uçur. Sonra Peyğəmbər buyurdu. Adını çəkmirəm, o adı çəkəndə İmam Zaman ağa ayağa qalxıb əlimizi qoyur başımıza, dedi ki, o imam ki var, mən indi imam deyirəm hədisdə, o imam ki gələcək, İsa Peyğəmbər, İsa ibn Məryəm əleyhissalam arxasında namaz qılıb ona iqtida eləyəcək, o da bizdəndir. Əli əleyhissalamın, xanım Fatimə Zəhranın, İmam Hüseynin nəslindəndir. Bu gün cəmaatı nazdırırlar. Gah dilər İmam Zaman ağa İmam Həsənin nəslindəndir. Gah filan Peyğəmbərin o biri istəyirlər nəslər, hətta deyil Həzrət Əleyhisselamın digər arvadların nəslindəndir. Yox, yox, yox. Əhl-i Beytdəndir. Peyğəmbər buyurub, Həzrət Əli, Fatimə Zəhra və qol cəhətdən də İmam Həsənin yox, İmam Hüseynin nəslindəndir. Digər bir hədisdə var, Peyğəmbər qızı xanım Fatimə Zəhranı bir gün qəmgin gördü, dünya narahatsan. Başladı tərifləmə söyləyir ki, bu ümmətin Mehdisi sənin övladlarından, o da
ki, İsa Peyğəmbər arxasında namaz qılacaq bizdəndir. Allahın salamı olsun onlara. Yaxşı. İsa Peyğəmbərin gəlişi ilə hadisələr necə baş verəcək bir hədisi oxumaqla söhbətimi yekunlaşdırıram. Peyğəmbərdən nəql edirlər. İsa Peyğəmbər sübh azanı vaxtı nazil olacaq. Əynində olan paltarlarından danışıblar da mən demirəm, ağ paltar çox gözəl, iyili, xoş ətirli, saçlarına qədər deyiblər və əlində silahlar olacaq. İndi bilmirik bu hədisə əsasən o silahlar nə silahdır, müasir silahlardır, ya nədir? Hər halda Allah Teala bunu özü yaxşı bilir. İnşallah Allah ömür versin görək. Xristiyanların o xaçı ki var, deyir, xaç onda olmayacaq. Bilirsiniz, xaç onlardakı var. O xaç onda olmayacaq. Xaçla bağlı sonra bir cümlə deyir. Endi aşağıya Dəccal'la mübarizə aparacaq. Və Dəccalı o öldürəcək. İmam Zaman ağanın maliyyə üzrə iqtisadi məsələlərinə başçılıq eləyəcək. İsa Peyğəmbər tək olmayacaq. Onunla bir yerdə Qur'an-ı Kərimdə Kəhf surəsindəki var. Bütün dinlər qəbul edir. Xristiyanlıqda da var. Əshab-ı Kəhf onun arxasında olacaq. İmam Zaman ağanın sağ əli vəziri olacaq. Onun idarəsinin başçısı, ofisi deyək, İmam Zaman ağanın ölkə başçısı olaraq paytaxt Küfə, əyləşdiyi yer Səhlə məscidi və İmam Zaman ağanın ofisinin, dəftərinin böyüyü kim olacaq? İsa Peyğəmbər olacaq. Onun xüsusi naibləri olacaq. İsa Peyğəmbər İmam Zaman ağanın bərəkəti ilə şərq və qərbdə əmniyyəti, təhlükəsizliyi təmin edəcək. İsa Peyğəmbər qərbdən şərqə bütün hər yerdə əmin-amanlığı təmin edəcək. İmam Zaman ağanın bərəkəti ilə, köməyi ilə. Necə olacaq? Hədis gör nə deyir? Deyir ki, qoyunlar aslanların arasında rahat otlayacaq. Canavarların arasında qoyunlar rahat yaşayacaq. Heyvanların arasında belə əmin-amanlıq bərqərar olacaq. Şirlər, aslanlar, pələklər qoyunlara, inəklərə toxunmayacaq. Hətta uşaqları belə balaca ilanları əlinə götürüb oynayacaq, ilan onları çalmayacaq. Bu qədər yer üzərində əmin-amanlıq olacaq. İsa Peyğəmbər sonra həmişə onun haqqında verilən sual. Niyə subaydı? O subaylığa görə də Allahın oğlu eləyənlər kim, nələr deyənlər kim bilirsiniz. İsa Peyğəmbər filan qəbilədən adını çəkib bir xanımla evlənəcək. Niyə? Bəziləri kimi nakam getdi, subay getdi. Yox. İsa Peyğəmbər evlənməyi ilə, həyat qurmaqla insanlara başa salacaq ki, mən Allahın oğlu Allah deyiləm. Mən də siz kimi bir insanım. Onlar kimi yeyir, içir və izdivac eləyir. Bir müddətdən sonra hakimiyyətdə olacaq, sonra da Allah Teala onun canını alacaq. Bu İsa Peyğəmbərlə bağlı. Hətta Əhl-i Sünnə qardaşlarımızın da kitablarından mən birini deməklə söhbətimi qurtarıram. Əhl-i Sünnə qardaşlarımızın ən mötəbər kitabı eşitmişsiniz, Səhih Buxaridir. Görün Peyğəmbərdən nə nəql olunur o kitabda. Keyfə entum izə nəzilə İbn-i Məryəm fikum və imamukum minkum. Necədir siz üçün Məryəmin oğlu İsa əleyhissalam nazil olsun, imam sizin öz aranızdan olsun. Səhih Müslimdə deyir ki, hətta cəmiyyət namazı qurulacaq. Bizim hədislərdə var ki, İmam Zaman ağa ehtiram, ədəb qaydası olaraq İsa Peyğəmbərə deyir, kəs qabağa. İsa Peyğəmbər İmam Zaman ağanı tərifləyəcək, onu qabağa verəcək və onun arxasında namaz qılacaq. İsa Peyğəmbərin gəlişi ilə xristiyanlar, bəzi hədisdə var, Rumlular, hətta var ki, Çinlilər belə İsa Peyğəmbərin sayəsində hamısı bütün dünyada ədalət bərqərar olacaq, İslam dini hər yerdə bayrağı dalğalanacaq və İsa Peyğəmbər İmam Zaman ağa ilə bir yerdə yer üzərində ədaləti quracaqlar. Qəbulləməyən də Sehiyonistlər kimi İmam Zamanla və İsa Peyğəmbərlə vuruşacaqlar. Bugünkü Sehiyonistlər, uşaq qatilləri ki var, uşaqlara belə rəhm eləmirlər, qadınlara, qocalara belə rəhm eləmirlər, onlarla bağlı və Dəccalla bağlı var ki, onlar İmam Zaman ağa ilə İsa Peyğəmbərlə vuruşacaqlar və döyüşlər baş verəcək, amma döyüşün qalibi kimdir? Həzrəti İsa əleyhissalamdır, qələbəni əldə edəcək, bayrağı da Beytül Müqəddəsdə, indiki Qüdsdə sancacaq. Cəmiyyət namazı qurulacaq və cəmiyyət namazında da İmam Zaman ağa piş namaz və İsa Peyğəmbər də ona iqtida edəcək müsəlmanlar və xristiyanlar da dönüb
həqiqi İslamı qəbul edəcəklər. Bizə qalır dua eləmək, Allah təala bizə ləyaqət versin. Əgər ömrümüz uzun olsa o günü görək. Biz də iqtida eləyək. Əgər ölsək o günləri dediyim kimi rəcət qayıdış ki, Quran məntiqidir. Bu xurafat deyil. Allah bizi qəbirdən məsləhət bilsə dirildər. Biz də gedib orada iştirak eləyib İmam Zaman ağaya yardımçılardan olaraq. İlahi Pərvərdigara İsa peyğəmbərin İmam Zaman ağanın yer üzərində haqq ədalətli hakimiyyətini görməyi bizlərə nəsib elə.